Salam aleykum, hər vaxtınız xeyirli olsun. Azan İnşaatın dəyərli izləyiciləri. Bu günləri hörmətli bir müştərinin xüsusilə sifarişlə tikilən bir evin məhsi təqdimatını edəcəm. Daxil o zəhmət olur. Dəyərli izləyicilər, mən sizə ilk olaraq məlumat verim ki, hal-hazırda təməl tökmə prosesi icra olunur və onunla bağlı sizə qısaca olaraq məlumat verəcəm. Tam olaraq evi 9-un 9-adır. Tam ideal olaraq diaqonal çıxardılıb. Hal-hazırda əllə tökmə, beton icra olunur. Onu da sizə deyim ki, 50-nin 50-yə qazılır və xüsusi montajlı olaraq montaj armaturla yığılıb hazır vəziyyətdədir. Dəyərli izləyicilər, tam olaraq mən sizə əmin edeyim ki, şirkətin prorabı olaraq ona baxmayaraq bütün başlığında dayanan özüməm və özüm olaraq işləyirəm. Bu gördüyünüz xüsusi salafan, bu ondan ötürü atılıb ki, betonu tökdüyündən sonra hal-hazırda gördüyünüz ağartılar bu betonun öz şirəsidir. Yəni biz bunu atmadıqda bu betonun şirəsi torpaq özünə çəkir və o da betona, təmələ çox ziyandır. Yəni keyfiyyətli bir beton çıxmır. Ona görə məsləhətdir. Bu gördüyünüz tam idealdır. Betonu saxlayan şirəyinlə bir yerdə bərkliyini çox rol oynayır. Dəyərli izləyicilər, ona çək zəhmət olmasın. Hal-hazırda gördüyünüz kimi şirkətin ustaları fəaliyyət göstərir. Tam olaraq ikinci hazırlanmış betondur. Onunla tam olaraq bura tamamlanacaq. Ondan sonra 3-4 gün ən azından gözləyəcək ki, beton tam qurusun. Dəyərli izləyicilər, düşünürəm ki, tam olaraq qısaca mən sizə məlumat verdim. Əgər siz də öz evinizi keyfiyyətlə tikmək istəyirsinizsə, Azan İnşaata müraciət edə bilərsiniz, bizə inana bilərsiniz. Diqqətinizə görə minnətdaram, sağ olun.